Bir ayda rus dili öyrənməyə çalışırıq. Artıq 18-ci günümüzdür və istiqamət verməyi öyrənirik. Məsələn, домой, evə, ya da на работу, в офис, ofisə, в школу, məktəbə, в кабинет, kabinetə, в больницу, xəstəxanaya, на улицу, küçəyə. Məsələn, cümlə tərkibində versək, məsələn deyirəm ki, я иду на работу. Mən işə gedirəm. Və yaxud da ki, ты идешь домой, sən evə gedirsən, və ya da я иду домой, mən evə gedirəm. Burada heç bir fərqi yoxdur. Yəni домой evə deməkdir və istədiyimiz şəxsdən istifadə edə bilərik. Və yaxud da ki, дети идут в школу. Uşaqlar məktəbə gedirlər. Студенты идут в университет. Tələbələr universitetə gedirlər. Bu formalarda asan şəkildə istifadə edirik. İtti, xədid feilləri arasındakı fərqlərdən bəhs edən və ümumiyyətlə hərəkət feillərindən bəhs edən videolar varımızdır. Onların da bağlantılarını aşağı hissədə yerləşdirəcəm. Onları da izləyərsiniz. Həmçinin V və Na önlüklərinə dair geniş videolar YouTube kanalımızda var. İstəsəz, daha geniş öyrənmək istəsəz, onları da izləyə bilərsiniz. Burada bacardıqca qısa formada göstərməyə çalışıram. Çünki bu videolar rus dilini öyrənməkdə çətinlik çəkənlər üçündür. Ona görə burada çox dərin şəkildə izah edə bilmirəm. Biraz sadə olması bura daha uyğun olur.